Bu gün o qədər sevincliyəm ki, bəlkə də bəziləriniz üçün bu bir gülünc gələcək, amma mənim üçün həqiqətən də bu bir başlanğıc idi. Qızımın bağçaya getməsinə bağlı sənədlərini toplamaq lazım olduğunu dedilər və hər şeyi topladıq. 2 gündür yolda olmağımıza baxmayaraq yaxşı nəticələndi. Hər şeyi rahatlıqla topladım, düzəltdim. Şükür Allaha. İnşallah ki, cici analar mənə başa düşər, təbii ki də ilk uşaq olan analar ki, bu bizim üçün bir sevindirici xəbərdir. Və Pilus inşallah onun məktəbə getməyinin, universitetə qəbul olmağının sənədlərini toplayaram. İnşallah, inşallah. Allah təki bütün analara bu günləri nəsib etsin. Və daha sonra evə bir şey lazım idi. Onu aldım. Toyuq filesi aldım. Çünki toyuq filesindən lülə kabab resepti verəcəm sizə. Və buna görə də səhifəmə takip atmağı, abunə olmağı unutmayın ki, siz də xəbərdar olasınız yeni videolarımızdan. Və ən sevindirici xəbər oldu ki, qızlar zəng vurdu ki, Asiya xanım maaşlar köçübdü. Və getdim maaşımı çıxartmağa. Yarım miqdarını çıxartdım, yarısını kartda saxladım qızlar. Burada əlimdə nağd 500 manat sizə göstərirəm ki, gözünüzdən görəsiniz ki, maaşımızı almışıq. Və bizim komandamıza qeydiyyat olmaq istəyən qızlar, əlaqə nömrələrimi qoyuram. Səhifəmdə də var, kommentariya bölməsində də yazacağam. Mütləq müraciət edin, çünki heç bir qeydiyyat dərdi çəkmədən aylıq